Bəs nəyə görə bu qədər uzadılır bu proses? İki məsələ var. Biri odur ki, heyfləri gəlir. O büdcədən ayrılan pulun başqa əllərə keçməsinə imkan verə bilmirlər. Deyirlər ki, ancaq öz şirkətlərimiz bu işi görməlidir. Öz şirkətlərində müəyyən bir imkanı var da, nə qədər görə bilərlər. Ona görə iş uzanır. Deməli, hamıya qapını açsalar, həqiqətən də bütün tikinti şirkətlərinə, özəl təsərrüfatlara, özəl tikinti şirkətlərinə imkan yaratsalar, yəni o monopolist olmayanlara, orada hərə bir tərəfdə aparacaqlar tikintini. Onun nə fərqi var ki, Füzulidə tikinti işi aparanın nəyinə lazımdır ki, Şuşada hansı iş gedir, yoxsa getmir? Yəni, hərə bir tərəfdən tikəcək və bir ilin, il yarımın ərzində oranın hamısını tikib başa çatdırmaq olar. Əlbəttə ki, o böyük infrastruktur layihələrini nəzərdə tutmuram. Amma tikinti hissəsi çox qısa müddətə başa gələ bilər. Amma bunu etmirlər. Dediyim kimi, birinci səbəb odur ki, nə pul başqasının əlində keçməsin, həm də özlərinə yaxın şirkətlər illərlə o büdcə vəsaitlərini mənimsəsinlər.